Pul çox olsa gəlib apararlar. Pul çox olsa nəsə bir şey olacaq. Əgər mənim pulum varsa, kimsə məndən borc istəyəcək. Pul nəyə lazımdır? Çox pul nəyə lazımdır? Əşə, çox pul dərddir. Pul əl çirkidir, bu sözləri. Çünki uşaq həmişə beyninə nələr ötürübdür? Pulla bağlı negativ inancları. Hətta mənim bir pasiyentim gəldi, bir dəfə oturdu. Bir 18 yaşında bir oğlan uşağı idi. Gəldi, oturdu. Mən onu konsultasiyada cavablandıranda suallarını, ona bir sual verdim. Dedim, özün haqqında danış. Dedim, mənim heç nəyim yoxdur. Mən əlayam, superəm. Bir dənə mənim dərdim puldur. 18 yaşında oğlan. İşləyirdi. Sadəcə elə bir ki, istədiyi nəticəni əldə edə bilmirdi. Dedim, mənim heç nəyim yoxdur, hər şeyim qaydasındadır, hər şey əladır. Bir dənə mənim dərdim puldur. Pulum olsa, hər şeyi həll edərəm. Dedim, bax, sənin açarın oradadır. Çünki pulu dərd kimi gördüyünə görə, pul sənə normal vəziyyətdə gələ bilməz. Ancaq aldığı da dərdi və işlədəcəksən.